Hamınız xeyir müəllimə. Xoş gördük. Necəsiniz? Çox sağ olun müəllimə, yaxşı olasınız. Sağ olun, siz yaxşı olun müəllimə. Allah razı olsun. Yaxşı olun hər zaman. Demək, əziz müəllimlərim, bugünkü mövzumuz sizinlə məktəbəqədər təhsildə inteqrasiya növləri idi. Düzdür? Elə idi? Bəli, bəli, Ay, bəli, sağ ol. inteqrasiya. Bəli. Aha, bir dəqiqə. Başlayaq dərsimizə. Zöhrə müəlliməm, əvvəlcə qeyd edəcəksiniz bizə məktəbəqədər təhsildə inteqrasiyanın neçə növü var? İnteqrasiyanın iki növü var. Şagird inteqrasiya, üfüqi inteqrasiya. Bəli, şagird və üfüqi inteqrasiya. Gəlin indi şagird və üfüqi inteqrasiyanı bir-birindən fərqləndirək. Şagird inteqrasiyanın üfüqi inteqrasiyadan fərqi nədir? Şagird inteqrasiyada köhnə bilik yada salınır. Bəli. Yaş qrupları burada dəyişir. Amma üfüqi inteqrasiyada yaş qrupları eyni olur. Aha, demək Ancaq məzmun xətti ilə inkişaf sahəsi dəyişir. Aha. Demək, üfüqi inteqrasiyada biz qeyd elədik ki, bax burada inkişaf sahələri dəyişə bilər. Əsas standart da dəyişə bilər, alt standart da dəyişə bilər. Düzdürmü? Bəli. Amma şagird inteqrasiyanın belə bir imkanı yoxdur. Niyə yoxdur? Çünki məhdud çərçivə içərisindədir. Yalnız bir imkanı var, o da köhnə biliyin yada salınmasıdır. Elə idi? Köhnə biliyin yada salınması idi. Ki bu nə deməkdir ki, mən açıb ekranda sizlərə bunu göstərmək istəyərəm ki, əziz müəllimlər, köhnə biliyin yada salınması dedikdə Orta qrupda keçilən elə bil ki, böyük qrupda Ay, artıq sağ ol, bəli. Biz amma daha gözləməyin mürəkkəb ki, forması imtahan keçirilir. suallarında yalnız sizə bu şəkildə deyəcək ki, məsələn, böyük qrupda məsələn tutaq ki, 5 dairəsində keçdiyi tapşırığı orta qrupda keçdiyi 3 dairəsindəki riyazi əməliyyatlar tapşırığı ilə əlaqələndirmə apardı. Yox, hər dəfə O gözləməyin bu. doğru deyil də. Ay, sağ ol. Bəli, çünki bu konkret olaraq açar sözü qoyur qarşınıza. Baxın, burada diqqət etsəniz, 1-2 yaşda topu döşəmə üzərinə diyirlədir. Baxın, 1-1-3-də, düzdürmü? Bəli. 2-3 yaşda topu ayağı ilə vurur. Diqqət edirsinizmi? Sadədə mürəkkəbə dəyişir. Bəs indi biz necə edirik? Tutaq ki, 2-3 yaşdayıq, topu ayağı ilə vurur. Düzdürmü? Topu ayağı ilə vurur. Və mövzum topla bağlıdır. Və mən bundan əvvəl keçirilmiş mövzunu yada salıramsa, baxın dəyişmir. Ona görə də əziz müəllimlər, az öncə də Zöhrə müəlliməmiz qeyd elədi, şagird inteqrasiyada bizim standartımız dəyişmir. Bu nə deməkdir? Yəni məsələn 1-1-3 olaraq qalıb baxın və baxın digər 1-1-3 də topla bağlıdır. Və biz 3-4 yaşda baxın 1-1-3-dür, yenə topla bağlıdır. Məzmun dəyişməyib ki, ona görə belə başa düşürük. Şagird inteqrasiyanın məzmunu dəyişə bilməz. Bəs şagird inteqrasiyanın məqsədi nədir? Məqsəd yalnız və yalnız köhnə biliyi yada salmaqdır. Burada heç bir rəqəm dəyişməyəcək. Ona görə də tutaq ki, sizə deyəcək ki, 1-1-1, 1-1 standartı ilə 1-1-1 standartı ilə əlaqələndirmə aparıldı. Oldu mu? Bu zaman hansı inteqrasiya oldu? Deyəcəksiniz ki, şagird. Çünki heç bir rəqəm dəyişilməyib. Oldu mu? Ancaq yaş dəyişilir. Bəli. Amma rəqəmlərin biri dəyişəndə məzmun dəyişir. Gəlin indi bax bunu sübut edək sizə. Deyirik ki, 1-1-3-də topu ayağı ilə vurur. Düzdürmü? İndi 1-1-2-yə baxaq, yerindən atılıb düşür. Artıq gördünüz fiziki hərəkətləri icra etdi. Düzdür? Bəli. 1-1-3 topla bağlıdır. 1-1-2 isə uşağın toplanması, tullanması, irəliyə doğru tullanmasından məzmunu etibarilə danışılır. Düzdür? Ona görə deyirik ki, bu zaman hansı inteqrasiya olacaq? Üfüqi inteqrasiya. Çünki bir rəqəm belə dəyişəndə və bu sizə imkan verir ki, siz deyəsiniz ki, bəli, müəllimə, bu bizim üfüqi inteqrasiyadır. Düzdür? Bəli. Ay, sağ ol. İndi isə gəlin keçək situasiyalarımıza. Deyirəm ki, müəlliməmiz, baxın, tərbiyəçi müəllim fiziki hərəkətləri yerinə yetirərkən idman avadanlıqlarının yığışdırılmasını uşaqlara tapşırır. Burada fiziki ilə estetikin inteqrasiyasıdır. 1-1 ilə 3-2-nin.
Aha, demək necə öyrətdim sizə, əziz müəllimlər, buna diqqət edirsiniz. Mütləq imtahanda da bu ardıcıllıqla edək ki, səhvə yol verməyək. Mən də qeyd elədim ki, fiziki hərəkətləri yerinə yetirən zaman biz artıq bildik ki, fiziki hərəkətlərin məzmunu bir-bir standartında yer alır. Düzdür? Bəli, Aysa. Və dedim ki, idman avadanlıqlarının yığışdırılması üzrə tapşırıq verildi. Və bu nə olacaq? Əməkdir də, düzdürmü? bəli. Əmək də bizdə hardaydı? 3-2-də. 3-2 estetik. Bəli. Niyə bunu hər dəfə qeyd etməliyik? Deyəcəm indi. Tapdıq ki, inteqrasiyamız hansı oldu? Üfüqi Aysa, inteqrasiya indi və gözləyirik. arasındadır. İndi izah edirəm sizə. İnkişaf sahəsi bu arasındadır, yoxsa daxilindədir? Qeyd edim ki, əziz müəllimlər, bax suallar imtahanda fərqli şəkildə düşür. Sualın birində sizdən soruşacaq ki, inteqrasiyanın növünü müəyyən et. Yəni bu üfüqidir yoxsa şaqulidir? Bəzən müəllimlər sual verir ki, müəllimə, fənlər arası, fənlər üstü bu bizə aiddir. Yox, o sadəcə variant olaraq qeyd olunub. Bəs variant olaraq bəs biz 3-4 variant qeyd etməliyik də, amma məktəbə qədər təhsildə inteqrasiyanın 2 növü var. Üfüqi, şaquli. Aydındır? Yəni sizdən Bəli, inteqrasiyanın növünü soruşanda siz ikisinə diqqət yetiririk. Ya bu üfüqi olacaq, ya şaquli. Aydındır? bəli müəllimə. Ay, sağ ol. İndi keçirik görək bu inkişaf sahəsi arasıdır, yoxsa daxilidir? Bax, özünüz qeyd elədiniz ki, müəllimə arasıdır. Gəlin indi müəllimlərimizə də izah edək ki, niyə görə arasıdır? Əziz müəllimlər, arası dedikdə bax, biri fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik idi. Biri isə məzmun, estetik, yaradıcı inkişaf sahəsi, çünki əməklə bağlıdır. Diqqət etdinizmi? Fərqli-fərqli inkişaf sahələridir. Demək, fərqli-fərqli inkişaf sahələri olduqda bu olur arası. Aydındır? Bəli. Fərqli-fərqli Eyni olanda olanda olur bu olur daxili. arası. Demək necə oldu? Üfüqi inteqrasiyanın inkişaf sahəsi arası. İndi gəl başqa bir sual verim. Tutaq ki, deyirəm ki, tərbiyəçi müəllim rəsm fəaliyyətindən sonra masanın üzərində olan qələmlərin yığışdırılmasını uşaqlara tapşırdı. Bu 3-1-dir, rəsmdən, 3-2 əməkdir. Bu üfüqi inteqrasiyadır, daxilindədir. Eyni olduqlarına Bax görə indi daxilindədir. bax bu sualı verməkdə məqsədim o idi ki, müəllimlərə aydın olsun. Demək mütləq bu şəkildə tapırıq. Yəni rəsm dedikdə tez apar biz qoymalıyıq ki, bu 3-1 standartının məzmunudur. Bəs burada yenə də qələmləri yığışdırıbdı. Bu əməkdir. Bu da 3-2 olacaq. Diqqət etdinizmi ki, bax burada mənim inkişaf sahəm dəyişmədi. Dəyişən yalnız əsas standartlar oldu. Gördük ki, inkişaf sahəsi dəyişmir və həmin inkişaf sahəsinin özünün daxilində olan əsas standartlar dəyişibsə, bu olacaq üfüqi inteqrasiyanın inkişaf sahəsi daxilində. Aydındırmı? Bunu belə başa düşün. Yəni mənim estetik yaradıcı inkişaf sahəm qonşuya getmədi. Qonşudan kömək istəmədi. Özünün, yəni evinin içərisində olandan kömək istədi. Başqasına getmir. Amma arası olanı diqqət etdiniz, məsələn, biri fiziki idi, biri estetik və yaxud da ki, biri fizikidir, biri sosialdır. Bu olacaq arası. Yəni onlar arasında olan münasibət bu şəkildə başa düşün. Aydındır? Zöhrə müəllimə. Bəli, bəli. Aha. Sonra deyirəm ki, tərbiyəçi qış mövzusunu keçir. Tərbiyəçi qış mövzusunu keçir. Diqqətli olaq. Uşaqlar, belə deyək də, qardan adam çəkir. Hı Hı -hı. -hı. Bu Əvvəlcə bunu 2-1-lə tapın. 3-1-dir. Aha. Demək nə oldu bu? Qadın bu üfüqi inteqrasiyadır. Aha, arasıdır yoxsa daxilidir? Arasındadır. Arası. İndi gəl sualımı dəyişirəm. Qış mövzusunu keçirsiniz. Qar dənələrini saymağı tapşırırsınız. 2-1-lə 2-3 bu daxilindədir. Demək 2-1 qış mövzusu ətraf aləm məşğələsidir. Hətta əziz müəllimlər bunu Danışıq. sizdən məşğələ olaraq da soruşur. Qış mövzusunu keçiriksə, bu olur ətraf aləm, yəni 2-1 standartının məzmunudur. Qar dənələrini sayırsa, bu da 2-3-dür. Düzdür? Bəli müəllimə. Ay, sağ ol. Doğrudur. Deyirəm ki, müəllim meyvələr mövzusunda uşaqlara meyvələrin rənginə görə qruplaşdırmaq tapşırır. Meyvələr mövzusunda məşğələ keçirir və meyvələrin rənginə görə qruplaşdırmağı tapşırır. 2-1-lə meyvələri keçir. Hı -hı. Qruplaşdırmaq 2-3 idi də onda. Bəli. Yenə də Vəziyyət 2-3-dür. məşğələsində. Bəli. Bu da
Deməli, üfüqi Aha, inteqrasiyadır, aha. daxilindədir. Yenə də daxilində. Çünki idraki inkişaf sahəsinin daxilində olan biri 2-1-dir. Baxın müəllimlər, inkişaf sahəsi dəyişməyib. Biri 2-1-dir, biri 2-3-dür. Düzdürmü? Çünki 2-1 Bəli, standartında ətraf aləm məşğələmiz reallaşır. 2-3 standartında isə sadə riyazi R, məntiqi. Düzdürmü? Təfəkkür bəli. məşğələmiz reallaşır. Yaxşı. Bu suala da cavab verir müəlliməmiz. Deyirəm ki, tərbiyəçi uşaqlara saymanı öyrədən zaman uşağın diqqətini otaqda olan əşyaların sayına yönəldirsə, bu hansı inteqrasiyadır? Riyaziyyatla 2-3-lə. Aha. 2-1-dir də. Aha. Demək, əziz müəlliməmiz, bir də mütləq şəkildə əziz müəllimlər, ardıcıllığa diqqət edirik ki, çünki bu, sizə imtahanda da görəcəksiniz. Ola bilər standartla verməsin, inteqrasiya verməsin və desin ki, hansı inkişaf sahələri arasında olub, düzdürmü? Bax, indi Bəli, sən mütləq şəkildə ardıcıllığı gözləməlisən. Birinci mən nə dedim? Saymanı öyrənən zaman, düzdürmü? müstəmə. Müəllim uşağın diqqətini otaqda və yaxud da əşyada o əşyaların sayına yönəldirsə, düzdürmü? Ətrafda olan. Mhm. Bu nə Bu da olur? ətraf aləmə Bəli, tanışlıqdır. düzdür. 2-1. Demək, riyaziyyatla əlaqələndirib ətraf aləmi də, düzdür. Ona görə Üfüqi inteqrasiyadır, daxilindədir. ay sağ ol. Düzdürmü? Üfüqi Bəli, inteqrasiyadır və inkişaf sahəsinin daxilində. Aydın oldu müəlliməmiz? bəli müəllimə. Çox gözəl. Təşəkkür edirəm Zöhrə müəlliməm. Sağ ol müəllimə, təşəkkür edirəm. Davam edək Xalidə müəlliməmizlə. Salam müəllim, axşamınız xeyir bir daha. Xoş gördük Xalidə müəlliməm. Xalidə müəllimə, qeyd elədik ki, məktəbəqədər təhsildə inteqrasiya neçə növ oldu? İki növü, şaguli inteqrasiya, üfüqi inteqrasiya. Hansı inteqrasiya köhnə biliyin yada salmasıdır? Şaguli inteqrasiya köhnə biliyin yada salınmasıdır. Şaguli inteqrasiyada standart dəyişmir, yaşa görə dəyişir. Aha, amma üfüqi inteqrasiyanın imkanları necə idi? Üfüqi inteqrasiya zamanı yaş qrupları üzrə istənilən məzmun xətti, əsas standart və alt standartlar arasında əlaqə yaratmaq olur. Ay Mümkündür. sağ ol, dəyişilir. Amma şagul dəyişmir. İndi mən tutaq deyirəm ki, eyni qrup daxilində 2-1-1 standartını 3-1-1 standartı ilə əlaqələndirsək, necə inteqrasiya etmiş oluruq? 2-1-1 standartını 3-1-1 ilə əla Üfüqi Aha. inteqrasiyadır, sahələr, inkişaf sahələri arasında əlaqə. Demək üfüqi inteqrasiyamız oldu. İndi gəlin bu məzmuna da diqqət edək əziz müəllimlər ki, sabah imtahanda qarşınıza çıxanda biləsiz. Əgər cümlədə eyni sözü varsa, məsələn deyirəm ki, eyni qrup daxilində. Düzdürmü? Dedim də bu sözü. Və sən artıq burdan da bilə bilərdin ki, bu üfüqi inteqrasiyadır. Düzdür? Bəli, Sonra bəli. rəqəmlərin dəyişməsi də sənə bu imkanı verdi ki, yəni standartlarımızın əziz müəllimlər. Verdi ki, siz deyəsiz üfüqidir. Düzdür? Bəli. Ay sağ ol, düzdür müəllimimiz. Yaxşı. İndi mənə diqqətlə dinləyin. Deyirəm ki, müəllim payız mövzusuna məşğələ keçir. 2-1 idrak. Aha. Və uşaqlara yerə tökülmüş yarpaqları yığmağı tapşırır. Bu da estetik yaradıcı 3-2 sadə əmək Ay vərdişləri sağ ol. bacarıqları. Demək payız mövzusuna məşğələ keçir və yerə tökülmüş yarpaqları yığmağı tapşırırsa, demək bu nədir? Əməklə əlaqələndirir. Düzdürmü? Bəli. Əmək. İnteqrasiya standartlar arasında əlaqə. Demək, gəl üfüqi inteqrasiyanın inkişaf sahəsi arası dediniz. Düzdürmü? Bəli. Ay sağ. Arası, arası. Çünki burada tərbiyəçi ətraf aləm məşğələsini əlaqələndirib əməklə. Düzdürmü? Bəli. Deyirəm ki, müəllim uşaqlara əvvəl öyrəndikləri nəqliyyat vasitələri mövzusunu yenidən xatırladır və yeni məşğələ yol hərəkəti qaydaları ilə davam etdirir. Bu da elə bir iki Qulaq asın idrak mənə. Bax, Bəli. müəllimin elə bir deyirəm ki, müəllim mövzuya başlamamışdan əvvəl nəqliyyat vasitələri mövzusunu xatırladır. Sonra yeni məşğələdə yol hərəkəti qaydaları ilə başlayır. Şaguli inteqrasiya. Ay sağ ol.
Sadəcə biraz Üfüqün əksinə dedim bunu sizə ki, məsələn, yol hərəkəti qaydaları mövzusunu keçməmişdən əvvəl deyə bilərdim. Sadəcə biraz bunu çətinləşdirdim ki, sizə məsələn, əvvəl deyirəm öyrəndikləri nəqliyyat vasitələri mövzusunu deyirəm xatırladır. O cümlədə xatırlama varsa, düzdürmü? bəli, Və əvvəl bəli, sözü varsa, bu sizin açar sözünüzdür. Bu şaquli inteqrasiyadır. bəli. Aydındır, şaquli inteqrasiyadır. Su mövzusunda tərbiyəçi məşğələ təşkil edir. Sonra isə uşaqların əlini belə deyək də yuyaraq gigiyena qaydalarını öyrədir. Deməli 2-1-lə, idrakla fiziki inkişaf və sağlamlıq. Burada 1-2 Afərin sizə. Demək, əziz müəlliməmiz, bu arası oldu yoxsa daxili oldu? arası oldu. Ay sağ ol. Demək, üfüqi inteqrasiyanın, düzdürmü? İnkişaf aha, Sahələrə arasında. Əla. Deyirəm ki, uşaqlar aha, dinləyirsiz? bəli, bəli. Aha. Qar mövzusunda məşğələ keçir. Aha, Aha. Əzbələrlə Sonra uşaqlar birlikdə qar oyunu oynayırlar. birlikdə bu estetik yaradıcı yox, 4-cü inkişaf sahəsidir. Dedi. Sosial Hı hı. emosional, Aha. birlik. Bəli, cümlədə birlikdə, kollektiv, yəni əməkdaşlıq edərək fəaliyyət varsa, demək biz nə etmişik? 4-2 ilə əlaqələndirmişik də, birlikdə deyirəm oynayırlar, düzdür? Sosial həyatla bağlı. Qar mövzusunda məşğələnin keçirilməsi qeyd elədik ki, ətraf ailə məşğələsindədir də bu, düzdür? Və bu 2-1 standartında reallaşır. Və uşaqlar birlikdə qar oyunu oynayırlarsa, bu da 4-2 standartında yer alır. Düzdür? Üfüqi inteqrasiya yenə arası. Bəli, Sahələr bəli. arasında. Ay sağ ol, əla. İndi bu sualıma cavab verin. Deyirəm ki, tərbiyəçi təbii hadisələrin zamanla əlaqələndirilməsi üzrə tapşırıq verdi uşaqlara. Təbii hadisələrin zamanla əlaqələndirilməsi üzrə uşaqlara tapşırıq. İdrak 2-3-dür. Bir daha deyin. İdrak 2-3. Yox, yox, yox. Bax, mən təkrar dedim ki, siz o hissəsinə diqqət edəsiniz. Təbii hadisələr nədir? Yanğın, daşqın, zəlzələ, düzdürmü? 1-3. Ay Bir- sağ ol. Həmən o deyirəm bir- hadisələrin zamanla əlaqələndirilməsi üzrə tapşırığı verilməsi. 1-3-lə 2-3. Elə idrakla. İdrak Ay üfüqi sağ ol. inteqrasiya. 1-3-dən 2-3 əlaqələndirilmişdi. Düzdür? 1-3-dən 2-3. Demək necə oldu? Bu hansı inteqrasiya oldu? İnteqrasiyadır, yenə də inkişaf sahələr arası. Üfüqi inteqrasiyadır. Bəli, əlbəttə arası olacaq. Çünki inkişaf sahəsi burada dəyişib. Düzdür? Bəli. Bu sualıma da cavab verin. Uşaqların fiziki mədəniyyət məşğələsində cəsurluq, yoldaşlıq, yoldaşların hərəkətlərini qiymətləndirmə bacarıqlarının formalaşması. Fiziki mədəniyyət məşğələsində cəsurluq, yoldaşlıq, yoldaşlarının hərəkətlərini qiymətləndirmək. Üfüqi inteqrasiyadır. 1-1 fiziki hərəkətlər, 4 3 Bəli. 4 hörmət burada dözüm, tolerantlıq. Düzdür. Yoldaşların hərəkətlərini qiymətləndirmək varsa, bu mənəvi keyfiyyətlər, baxın əziz müəllimlər, 4-3 standartımızda yer alır. Düzdür müəlliməmiz? Demək bu hansı inteqrasiya oldu? 1-1-lə 4-3 arasında əlaqə. Arası. İnkişaf sahəsi arasında. Düzdürmü? Arasında. Bəli. Bəli. Qaranlıq qalan məqam oldu Xalidə müəllimə. Xeyr müəllimə, çox sağ olun. Siz də sağ olun. Təşəkkür edirəm sizə. Çox sağ olun. Davam edək Nuriyə müəlliməmizlə. Salam müəllimə, axşamınız xeyir. Xoş gördük əziz müəlliməmiz. Necəsiz? Şükür müəllimə. Yaxşı Yaxşıyıq. Siz olun. necəsiz? Təşəkkür edirəm sizə. Yaxşı. Qeyd elədik ki, məktəbə qədər təhsildə inteqrasiyanın neçə növü oldu? Müəllimə 2 növü var. Şaquli inteqrasiya, üfüqi inteqrasiya. Ay sağ ol. Şaquli inteqrasiya köhnə biliyi yada salmaqdır.
Deməli burada yaş dəyişir, amma standartlar yerində qalır. Aha. Amma üfüqdə isə yaşlar qalır. Mən indi öz Hə, belə dilimlə düz deyirəm deyirsiniz. ki, Eyni yadımda qrup qalsın. deyirik də, bəli. Yaş Aha, qalır. bəli. Aha. Qalır, amma standartlar, məzmun xətti dəyişir. Ay, sağ ol. Bax, indi mən sizin hər birinizə sual verəndə tələb edirəm ki, standartla deyin ki, sabah sizdən inkişaf sahəsi arası və yaxud inkişaf sahəsi daxilində inteqrasiya deyəndə və yaxud üfüqli şaquli bunu mütləq standartını biz qeyd edəndə rahat olur bizdə. Deyirəm ki, çörək mövzusunda tərbiyəçi uşaqlara belə deyək, xəmir yoğurmağı tapşırır. Çörək mövzusunda məşğələ keçirsiniz və uşaqlara xəmir yoğurmağı tapşırır. Müəllimə 3-1-dir də bu. Çörək Sadə bədii əlbəttə ki, yaradıcılıq. çörək mövzusunu keçəcəksən də. Bu uşaqlar bax burada uşaqlar əvvəlcə buxlanı müşahidə edəcəklərsə, bu ətraf ailə məşğələsidir də, düzdürmü? 2-1 standartında yer alır və sən sonra burada olan bax uşaqlar artıq xəmir yoğururlar. Bu isə 3-2. 3-1-dir. 3-2. 3-2. Xəmirin yoğurulması Bəli. əmək bacarıqları. Yəni hər şeyin asanlıqla deyil də bir neçə mərhələdən keçərək müəyyən vəziyyətə gəldiyini artıq uşaqlara sən izah etmək istəyirsən, düzdürmü? Bu Bəli, zaman müəllimə. əmək vərdişləri aşılanır da uşaqlara. Ona görə də necə Hı hı. oldu? 2-1 və 2-1, 3-2. 2. Çünki əmək hardaydı? 3-2 standartında yer alırdı. İndi deyin Bəli. görün bu üfüqi oldu yoxsa şaquli oldu? Müəllimə üfüqüdür bu arası. Ay sağ ol. Fərqli-fərqli olduğu üçün. Fərqli olduğuna görə, bəli. Bəli. Müəllim qış geyimləri mövzusunda məşğələ keçir. Qış geyimləri. Desəydim ki, qış geyimləri bu zaman uşaqlardan saymağı tapşırır. Mən bu ilk 2-3 olardı. Demək onda 2-1 Yox. nə? Sıralamanı gözlə. Qış geyimləri mövzusu 2-1 ətraf ailə məşğələsi, düzdürmü? Alo. Bəli. Müəllimə səssiz getdi. Hə, burada olsaydı siz dediyiniz kimi 2-3 olardı. Aha, indi bax deyirəm, qış geyimləri mövzusunu keçirsən 2-1-dir və geyimləri saymağa tapşırırsansa bu da 2-3-dür. 2-3. Demək tərbiyəçi nə idi burada? Burada daxilidir də müəllimə. Bəli, üfüqi birinci inteqrasiyanı deyin. Aha, Üfüqi üfüqi inteqrasiyanın inkişaf sahəsi daxilində. Daxilində. Düzdürmü? Bəli. Aha. Bəs desəydim ki, yenə də bax qış geyimləri mövzusunu keçirsən Aha. və sağlam qalmaq üçün isti geyimlərin vacibliyini də aşılayırsan. Mən 2-1, 1-3. Sağlamlıq. Geyinən sağlamlıq. Orada sən dedin o 1-3-də təhlükəsizlik idi. Düzdürmü? 1-1. 2-1, 1-1. Fiziki hərəkətlər yerinə yetirir sağlam qalmaq üçün. Bax, Bəli. geyimlərin deyirəm sağlam qalmaq üçün geyimlərin vacibliyini aşılayırsan uşaqlara. Biz bilirik ki, sağlamlıq hissəsi harda yer alır? Fiziki inkişaf sağlamlıq və təhlükəsizlikdə. Bəli, Ay, sağ ol. Demək ki, onda biz hara aparıb qoyarıq sizcə? Və 1-2-yə qoya bilərik sağlamlıq hissəsi, gigiyena hissəsi, sağlamlığı burada aşılaya bilərik. Aha, demək onda nə oldu yenə də? 2-1, 1-2. Aha, üfüqi inteqrasiyanın inteqrasiyanın arası. İnkişaf sahəsi arası. Bəli, düz deyirsiniz. Arasındadır. Bəli. Yaxşı. Deyirəm ki, müəllim böyük yaş qrupunda təhlükəsizlik qaydaları haqqında mövzu zamanı uşaqlar orta qrupda bu mövzu üzrə keçdiyi məlumatlara inteqrasiya edir. Hansı inteqrasiya oldu? Müəllimə 1-3-dür bu. Fiziki inkişaf sağlamlıqdır. Bu olur Bax, diqqət eləmədin. Böyük yaş qrupunda, baxın yaş qrupu deyirəm, təhlükəsizlik qaydalarını öyrədirsən və orta qrupda keçirilən bu mövzunu uşağa xatırladırsan. Şaqulidir bu Ay, müəllimə. sağ ol. Şaquli inteqrasiya. Şaquli inteqrasiyadır. Çünki bax sənin rahat şəkildə açar sözün nə olacaq? Gördün ki, qrup dəyişdi da, böyük qrupdasan və mövzunu keçməmişdən əvvəl orta qrupda keçirilənləri yada salırsan. Düzdür? Yada salırsan. Bəli. Tərbiyəçi müəllim parka uşaqları gəzintiyə çıxaran zaman uşaqlara sırayla əkilmiş ağacları saymağı tapşırır. Müəllimə bu 3-2-dir.
Demək, əziz müəllimimiz, yadınızda saxlayın, ekskursiyalardır, gəzintilərdir, mütləq sıralamanı gözləyək. Deyirəm, müəllim park uşaqları gəzintiyə çıxarır. Demək, bu nə olacaq? 2-1. Çünki Bəli. ekskursiyalardır, gəzintilərdir, bizim 2-1 standartında yer alır. Aydındır? Aha, bəli. Və qeyd elədim ki, sırayla əkilmiş ağacları saymağı 2-3 tapşırırsınız. müəllimə. Ay sağ ol. Demək 2-1-lə 2-3 2-3. əlaqələnib və biz bildik Aha. ki, yenə də bax görsən rəqəm dəyişibdir. Bir dənə belə dəyişsə sizə bu imkanı verər ki, siz deyəsiniz ki, bu üfüqüdür. Üfüqüdür, Çünki bəli. şagirddə heç bir rəqəm dəyişmir. Yəni standart dəyişmir. Aha. Bəli. Və arasın daxili necə tapdıq? Gördük ki, ikisi də Hə, idraki inkişaf arasında. sahəsinin əsas daxilindədir. standartlarıdır da. İdraki Hı. inkişaf sahəsinin əsas standartlarıdır. Yəni burada başqa Bəli. bir inkişaf sahəsinə inteqrasiya Xeyr. olunmur. Yox, Özünün olunmur. əsas standartları arasında əlaqə yaradılıb. Düzdürmü? Və Bəli, biz ona bəli, görə bəli. deyirik ki, bu inkişaf sahəsi daxilindədir. Daxilindədir. Düzdür? Bəli. Ay sağ ol. Düzdür müəllimə. Afərin. Bu sualıma da cavab verdiniz müəlliməmiz. Deyirəm ki, tərbiyəçi müəllim bədii təfəkkür məşğələsindədir. Uşaqlara nağıl danışır. Və tərbiyəçi uşaq 2-2 müəllimə. yox, qulaq asın. Uşaqlara nağıl danışır. Uşaqlar isə bax burada olan personajların hərəkətlərini göstərirlər. Burada hansı bax standartlar arasında əlaqələndirmə aparılıb? Müəllimə 2-2 ilə 3-2-dir bu. Demək, müəlliməmiz, bədii təfəkkür məşğələsi biz bilirik ki, 2-2 standartını reallaşır. Düzdür? Müəllim danışır da Bəli. burada. Nağıl haqqında məlumat verəcək. Sonra nə edir? Uşaqlar buradakı qəhrəmanların, personajların hərəkətlərini göstərirsə və biz bunu ki, sizə 3-1. inkişaf sahələrini bəli keçəndə demişdik ki, əziz müəllimlər, bu artıq bizim 3-1 standartımızdır. Bəli. Niyə? Çünki bu yaradıcılıqdır. Yaradıcılıqdır, düzdür. Düzdürmü? Yadınızda qalıb. Düzdür, Afərin müəllimə. sizə Nuriyə müəllimə. Gözləyirdim ki, görüm burada diqqət edəcəksinizmi buna? Təşəkkür edirəm. Bəli, müəllimə. Qaranlıq qalan məqam oldu. Yəni çətin qavrayıram bu mövzuları. Yəni bilmirəm də nə vaxtda. İndi inarsız burada təkrarən yəni öyrəndim, amma yəni çox çətin gəlir mənə bu Elə mövzular. öyrənəcəksiniz. Bütün Mən həmişə mövzular, deyirəm çox gəlirsin. ki, İnşallah bu təkrarda mənə elə sual yaddaşda cavablarla çatacaq. hər dəfə etdikcə Bəli. bu sizdə vərdiş halına çevriləcək. Onu da qeyd İnşallah edim ki, müəllimə. inkişaf sahələrdir, inteqrasiya mövzumuz asan bir mövzu deyil. Sadəcə biz bunu Bəli. hər dəfə situasiyalar üzərində, sual cavablar üzərində möhkəmləndirəcəyik. İnşallah Təşəkkür müəllimə. edirəm Nuriyə müəlliməm. Çox sağ olun. Çox sağ olun. Leyla müəlliməmizlə davam edək. Axşamınız xeyir olsun müəllimə. Xoş gördük əziz müəlliməmiz. Qısa şəkildə bizə şaquli inteqrasiyanı üfüqi inteqrasiyadan fərqləndirin. Necə fərqləndirəcəyik? Şaquli inteqrasiyada dedik köhnə biliklər yada salınır. Şaquli inteqrasiyada deməli yaş qrupu dəyişir, ancaq standartlar eyni olaraq qalır. Aha. Ancaq üfüqi inteqrasiyada isə yaş qrupları olduğu kimi qalır. Sadəcə standartlar dəyişir. Standartlar daxilində də dəyişmə olur. Aha, bəli, ümumiyyətlə burada yenə də deyirəm. Üfüqi inteqrasiya həm istər inkişaf sahəsi olsun, istər əsas standart olsun, istər alt standart olsun, dəyişmə imkanına malikdir. Amma şaquli inteqrasiyanın belə bir imkanı yoxdur. Aydındır? Nə dəyişir orada? Mütləq dəftərinizə qeyd edin. Dəyişən yalnız və yalnız yaşlardır. Aydındır? Yaşlardır. Yəni indi keçək suallarımıza. Deyirəm ki, səhər fəaliyyətində musiqinin müşayiəti ilə süfrənin hazırlanması. Musiqinin müşayiəti ilə bu olacaq 3-1, süfrənin hazırlanması bu da olacaq 3-2. Bəli. Deməli üfüqi inteqrasiya daxilində. Üfüqi inteqrasiyanın inkişaf sahəsi daxilində. Səhər fəaliyyəti sizi çaşdırmasın. Siz əsas fəaliyyətə baxın əziz müəllimlər. Bax müəlliməm qeyd elədiyi kimi musiqinin müşayiəti ilə süfrə hazırlanıb. Düzdür? Fiziki mədəniyyət məşğələsində mənəvi keyfiyyətlərin inkişafı üzrə situasiyaların verilməsi. Bu olacaq deməli fiziki 1-1, mənəvi situasiyaların verilməsi. Mənəvi keyfiyyətlərin inkişafı üzrə. Mənəvi keyfiyyətlərin inkişafı üzrə bu mənim 4-ə aiddir də. 4-3-dür. Yaxşı. Dözümlülükdür, hörmətdir, qayğıkeşlikdir. Bəli.
xeyirxahlıqdır, inteqrasiya, bölüşməkdir. Bəli, bu kimi bax dediklərim. üfüqi inteqrasiya bu da olacaq inkişaf sahələri arasında. Bəli, inkişaf sahələri arasındadır. Doğrudur. Hərəki fəallıq prosesində belə deyək də, tapşırıqların adlandırılması üzrə. Hərəki fəallıq prosesi 1-1, tapşırıqların Tapşırığın adlandırılması verilməsi. da Aha, bu da olacaq mən 2-1-də Bəli. təsəvvürləriniz. bəli. Deməli, bu da olacaq üfüqi inteqrasiya Hı hı. arasında, Aha, inkişaf sahələri arasında. bəli, düzdür. Deyirəm ki, müəllimimiz, tərbiyəçi məşğələ zamanı yol hərəkəti qaydaları mövzusunu keçir. Və Yol hərəkəti qaydaları. deyirəm, maşınların sayını hesablamağı tapşırır bu zaman. Bu olacaq 1-3, bir də yol hərəkəti qaydalarını hesabla. Bu da 2-3. 1-3 və 2-3. Aha. Üfüqi inteqrasiya inkişaf sahələri arasında. Demək, yol hərəkəti qaydalarına 1-3 dediniz. Bəlkə 2-1-dir. Ətraf ailə məşğələsində öyrədirik. Bəli. Ətraf ailə məşğələsidir, 2-1. Saymaqdakı Bəli. 2-3-dür, düzdür? Üfüqüdür, Onda amma bu zaman daxilidir. olacaq, bəli, daxilidir. İndi gəlin bir situasiyanı dəyişim, yenə də deyirəm. Yol hərəkəti qaydalarını mövzusunu keçirsən və burada uşaqlara bir-birinə yol verməyi göstərirsən yolu keçərkən. Bu da olacaq 2-1, bir də 4-3. Ay, sağ ol. Bəli, düzdür. Bu da üfüqi inteqrasiya inkişaf sahələri arasında. Çünki yol verməkdir, bölüşməkdir, əziz müəllimlər. 4-3-də yer alır. Bəli, yəni bunu sərək biz standartla deyirik sizə. Bəli. Demək, tərbiyəçi burada nə edib? İdraki inkişaf sahəsini sosial, emosional inkişaf sahəsinə əlaqələndirdi. Düzdür? Bəli. Və bu da oldu arası. Çünki fərqli-fərqli inkişaf sahələrdə, düzdürmü? Bəli. Ay, sağ ol. Güllər mövzusunda məşğələ keçirsiniz. Uşaqlar gül şəkilləri çəkirlər. 2-1, bir də 3-1. Bu da olacaq üfüqi inteqrasiya inkişaf sahələri arasında. Bəs desəydim ki, gül mövzusunu keçirsən, uşaqların dostlarına gül hədiyyə etmələrini istəyirsən. Bu da olacaq yenə 4-3-ə aid olacaq da. Yenə də 2-1 ilə 4-3-dür. Bəli, hədiyyə verməkdir, bölüşməkdir. 4-3-dür. Bəli, yenə də üfüqi inteqrasiya inkişaf sahəsi arasında. Bəs müəllim desəm ki, quşlar mövzusunu keçir və əvvəlki məşğələdəki o təbiət hadisələri mövzusunu yada salır. Aha. Burada da deməli keçirsə olacaq 2-1. Qulaq asmadın mənə. Quşlar mövzusunu keçən zaman əvvəlki məşğələdə təbiət hadisələri mövzusunu yada salırsan dedim. Yada salmaq varsa, bu olacaq şaquli inteqrasiya. Bəli, açar sözlərə diqqət etdik. Əvvəlki məşğələdə mövzunun yada salınması. Düzdürmü? Yəni xatırlanma olunması. Yaş qrupları dəyişir. Bəli. Aydındır. Yaş qrupu, burada eyni yaş qrupun adını çəkmədim də. Hər dəfə yaş qrupu çəkilməyəcək. Aydındır. Nə olacaq onda mənim açar sözüm sual yarandı. Əvvəlki yada salma, xatırlama. Axı şaquli inteqrasiyanın məzmunu köhnə bilin yada salınmasıdır. Axı xatırlatma etməkdir. Düzdür? Bəli. Bax, ona əsaslanaraq deyirik. Bayram mövzusunda uşaqlara məşğələ keçirsiniz. Uşaqlar burada deyirəm ki, rəqs edirlər. 2-1, rəqs edirlər 3-1. Düzdür. Üfüqi inteqrasiya inkişaf sahələri arasında. Bəs desəydim ki, bayram mövzusunda məşğələ keçirsən, uşaqlar burada şarları saymağı tapşırırsan. Bu zaman 2-1, 2-3, üfüqi inteqrasiya inkişaf sahəsi daxilində. İnkişaf sahəsi daxilindədir. Doğrudur, əziz müəllimimiz. Hətta sizə bir nüans da qeyd edeyim ki, bax, MİQ imtahana düşən suallardan biri idi ki,
Bax indi mən sizə situasiyanı verirəm və soruşuram ki, bu arasıdır yoxsa daxilidir? Məsələn, deyir ki, tutaq ki, tərbiyəçi müəllim riyaziyyat məşğələsindədir və mövzunun adını da deyir. Və deyir ki, aşağıdakılardan hansı fəaliyyətlərə uşaqları cəlb etsə, bu inkişaf sahəsi daxilində olar. Diqqət etsiniz nə demək istədim. Və siz o zaman əgər bu riyaziyyat məşğələsindədirsə müəllim, bilməliydiniz ki, artıq bu 2-3 standartıdır və idrakdır, düzdürmü? Və Bəli. mənə deyir ki, daxili olsun, arası olmasın. Daxili olması üçün mən ya onu 2-1 məzmunu ilə əlaqələndirməliyəm, ya 2-2. 2-1 ilə əlaqələndirsəm variantlarda ətraf aləm məşğələsinə uyğun məzmun tapmalıyam, düzdürmü? 2-2 ilə əlaqələndirsəm, orada ya şeir deyib, düzdürmü? Ya savad təlim məşğələsindən əlaqələndirilib, ya da nağılla. Aydındır? Yəni 2-2 ilə əlaqələndirilib. Çünki sadəcə sualı sizin üçün dəyişdirir. Deyir, yenə də deyirəm, riyaziyyat məşğələsindəsən və deyir aşağıdakı fəaliyyətlərdən hansına yönəlsə, bu zaman tərbiyəçi daxili inteqrasiyadan istifadə etmiş olar. Və biz də artıq inkişaf sahəsi daxili və arasını aydınlaşdıra bildik. Düzdür? Bəli, mənim. Qaranlıq qalan məqam olmadı. Xeyr, mənim. Çox sağ olun. Siz də sağ olun əziz müəllimimiz. Təşəkkür edirəm sizə də. Sağ olun. Çox sağ olun. Davam edək biz Günay müəllimimizlə. Axşamınız xeyir müəllimə, buyurun. Xoş gördük. Təşəkkür edirəm Günay müəllimə. Siz necəsiniz? Var olun. Demək Günay müəllimə dedik ki, məktəbə qədər təhsildə inteqrasiyanın neçə növü var? 2 növü var. Şaquli və üfüqi. Aha. Şaquli müəllimə köhnə biliyin yada salınmasıdır. Üfüqi isə fərqli inkişaf sahələridir. Yaş Üfüqi. dəyişir. Bəli, yəni üfüqüdə istə bircə dənə rəqəm belə dəyişsə, avtomatda isə Bəli. üfüqüdür. Çünki üfüqünün heç bir məhdudiyyəti yoxdur. Yalnız və yalnız burada yaş qrupu dəyişmir. Yəni eyni yaş qrupu daxilində olur Bəli. və burada inkişaf sahəsi də, yəni inkişaf sahəsi dedikdə əziz müəllimlər, birinci mövqedə dayanan rəqəmdir. Əsas standartda, yəni ikinci mövqedə dayanan rəqəm və alt standart, yəni üçüncü mövqedə dayanan rəqəm dəyişilə bilir. Düzdür müəlliməmiz? Üfüqi də dəyişir, bəli. Ay, sağ ol. Deyirəm ki, müəlliməmiz, Bəli. musiqi alətləri mövzusunu keçirsən. Məşğələ keçirsən. Müəllimə. Yox, diqqət yox, tam deyim sizə. Bəli. Və uşaqlara bu zaman alətləri rəngləməyə tapşırırsan. Musiqi alətləri mövzusuna məşğələ keçirsən, alətləri rəngləməyə tapşırırsan. Deməli müəllimə, burada ikisi də 3-dür. Estetik və Bəlkə biri yaradıcı. 2-1-dir, musiqi alətləri haqqında məlumat verirsən. Demirəm ki, musiqi alətində çalır. Deyirəm ki, musiqi alətləri haqqında məlumat verirsən. Bəlkə 2-1-dir, ətraf aləm məşğələsidir. Ola Deməli, bilər. ətraf aləm 2 ilə 3-dür müəllimə burada. 2-1, aha, bir Bəli. də Bəli, 2 ilə 3-dür. Bu müəllimə üfüqi inteqrasiyadır. bəli, 2-1 ilə 3-1. Düzdürmü? Bəli. Aha. Tələsməyin. Deyirsiniz, mən yazıram, ona Aha, görə mən deyirəm, hə, tələsməyin. Mən deyim, Bəli. tam deyim, siz yazın ki, yadınızdan çıxmasın. Yaxşı edirsiniz ki, belə yadınızda qalsın. Bu üfüqüdür müəllimə. Çünki burada Hı. standartlar dəyişib. Bəli. Qış fəsli mövzusunda Bəli. uşaqlar qarı müşahidə edir. Sonra qardan fiqurlar düzəldirlər. Fiqur müəllimə, bu da Sıralamanı gözlə, tələsmə. Bax, qış fəsli mövzusudur. Hansı standart olacaq? Əvvəlcə onu de. 2-1. 2-1. Bəli. Aha, qeyd eləyin dəftərinizə. Sonra Sonra deyirəm ki, qardan fiqurlar düzəldir. Müəllimə, bu da əməkdir da, düzəldir. Ay, sağ ol. Əmək yox. Düzəltmək, 3-1, 3-2 əməkdir. Sadəcə 3-1. qardan fiqurlar düzəldir də. Fiqur. Bu yaradıcılıq tələb etmir. Aha. Bəli, üfüqüdür. Proses standart tələsməyin. Bu olacaq yenə də tərbiyəçi müəllim idraki inkişaf sahəsi ilə estetik yaradıcı inkişaf sahəsini əlaqələndirib. Düzdür? Bəli. Tələsmirik. Bax, indi məzmunu dəyişirəm. Deyirəm ki, yenə də qış fəsli mövzusunda uşaqlar qarı müşahidə edir. Sonra uşaqlar birlikdə qar oyunu oynayırlar. Müəllimə, bu 4-dür da, sosial, emosional. 2 ilə 4-dür. Demək, də buna üfüqüdür. aha, qarı müşahidə edirlərsə 2-1-dir, tələsməyin. 2-1-dir. Artıq burada qar oyunu oynayırlarsa birlikdə, burada 4-2-dir.
Düzdür? Bəli, Qeyd sosial, elədik. bəli. Aha. Və bu Bu nə da oldu? üfüqüdür müəllimə, bu da Bəli, üfüqüdür. bəli. Yenə də üfüqi inteqrasiyanın inkişaf sahəsi arasında. Düzdürmü? Bəli. Ay, sağ ol. Deyirəm ki, müəlliməmiz, payız yarpaqları mövzusuna məşğələ keçirsiniz. 2. Aha. Və deyirəm ki, uşaqlardan yarpaqları toplamağı tapşırırsınız. Bu da 3'dür da. Əməkdir müəllimə bu. Hı -hı. Əmək bataqlığı. 2, Demək 3. nə oldu? Yenə də Deməli, idrak 2 ilə tələsin. müəllimə Aha. 3'dür da. 2 2 ilə 3 1 standartıdır. 2 1 və 3 2. Bəli. Bu Düzdür? da müəllimə üfüqüdür. Aha, düzdür. Amma desəydim ki, payız yarpaqları mövzusuna məşğələ keçirsən, sonra yarpaqları yığıb rəngləyirsən, Bu da müəllimə olur şaquli, çünki standartları eynidir. İkisi də 2'dir. şaquli niyə ki? Üfüqü, çünki payız yarpaqları 2 1-dir. Rəngləyirəm axı Rəngləmək müəllimə. olsun da Hə, hə, rəngləmək hə, hə, hə. sən mənə şaquli dedin. Rəngləmək də 3 1-dir, düzdür? Bəli, Dəyişib bax, standart da dəyişib, düzdür? bəli. Və dəyişibsə inkişaf sahələrimiz biz burada deyirik ki, Üfüqüdür, bəli. bəli, üfüqi inteqrasiyanın inkişaf sahəsi arası. Bəli. Arası. Aha. Doğru. Milli geyimlər mövzusuna məşğələ keçirsiniz. Hı -hı. Və uşaqlar geyimi geyinib rola girirlər. Rola girirlərsə müəllimə bu 3'dür. Aha, diqqətli olun. Sıralamanı gözləyərək mənə deyin. Bax, milli geyimlər mövzusunda uşaqlara bax geyimlər haqqında məlumat verdi. Demək ki, sən 2-1. 2-1-dəsən. Sonra bax bu geyimlərdə geyinərək rola girirlər. 1. Ay, sağ ol. Çünki yaradıcılıq tələb edir Demin də. müəllimə mən deyirəm, bu üfüqüdür. Ay, sağ ol. Arasıdır yoxsa Zaten daxilidir? Müəllimə bir dənə onu mən bax bir dənə bunu çaşıram. Hı. Bu arasıyla üfüqü, yəni əsas standart eyni olanda hansı idi yadımdan çıxdı. Əsas standart yox, elə qarışdıracaqsınız. Gördünüz ki, inkişaf sahəsi dəyişib, bu olacaq arası. Yox, inkişaf sahəsi dəyişməyibsə, eyni inkişaf sahəsinin əsas standartlar arasında əlaqə varsa, bu daxilidir. Necə ki, Bir dənə bu yadımdan aha, çıxmışdı. inkişaf sahəsi, bax özünüz üçün bunu qeyd edin. İnkişaf sahə dəyişdisə, bu arasıdır. İnkişaf sahələri. Fərqli olanda müəllimə, Hə. fərqli inkişaf sahəsi olanda bu o şaqulidir. Bəli, yəni inkişaf sahələri yenə də deyirəm. Görürsüz, fərqlidirsə şaquli yox. Arası. Sən şaquli ilə üfüqü qarışdırma. Şaquli üfüqi inteqrasiyadır. Aydındır? Və səndən soruşanda ki, bu inteqrasiya arasıdır, yoxsa inteqrasiya daxilidir, biz onu öyrənirik. Arası hansı idi müəllimə? Eyni olanda arası olur. Bax, çaşdırma ilə. Deyirəm ki, fərqli inkişaf sahələri olanda arasıdır. Bunu demirəm. Bax müəllimə 2-1 ilə 3-1-i mənə deyin. Bax burada 2-1, 3-1-də. Bu üfüqünün birlər eynidir da. Bax. Nə olsun ki, Üfüqünün birlər adı yəni bu. burada inkişaf sahəsi dəyişibdir, biri 2 idi, biri 3-dür. Deyirəm axı inkişaf sahəsi fərqlidirsə, bu arasıdır da. Biri idrakçıdır, biri də estetikdir. Hə, bildim mən. Aha, axı dedim axı inkişaf sahəsi fərqlidirsə, demək bu arasıdır. Aydındır? Hı. Amma daxili olanda inkişaf sahəsi dəyişmir. Eyni qalır. Məsələn, deyirəm ki, yapma fəaliyyətindən sonra burada olan avadanlıqların yığışdırılması. Deməli, dediniz yapma nə müəllimə? Yapma fəaliyyətindən sonra avadanlıqların yığışdırılması, yəni qrupda olan avadanlıqların yığışdırılması. Deməli, yapma bu cümləni heç başa düşmədim. Yapma fəaliyyəti hardadır? Yapma, quraşdırma, təsvir. Ay, sağ ol. Yapma fəaliyyəti. Demək 3-1-dir də, düzdürmü? Avadanlıqların yığışdırılması nəyə aşılayırıq uşağa? Hərəkətsizlik. Əməyi aşılayırıq. Yığışdıraq. Düzdürmü? 3-2. 3-2. 3-1-dən 3-2 müəllimə. Burada deməli şaqulidir. Deyir şaqulidir. Bu üfüqüdür. Axı dəyişib axı sənin standartın. Özünü çaşdırma. Axı dedik axı şaqulinin elə bir imkanı yoxdur, əziz müəllimlər. Şaqulidə heç bir standart dəyişmir, heç biri. Ya mənim inkişaf sahəm, ya əsas standartım, ya da alt standartım dəyişmir. Dəyişsə məzmun dəyişəcək. Axı məzmun dəyişəndə üfüqi inteqrasiyadır onsuz da.
Və Şaqulinin Bəli. mahiyyəti nədir? Şaqulidə Dəyişmir. standart rəqəmin heç biri dəyişmir. Yaş Bəs dəyişir. dəyişən nədir? Yaş. Yaşdır, yaş. Üfüqdə isə yaş dəyişmir, standartlar dəyişir. Üfüqdə bəli, bax belə. Onu öz üçün yazırsan. İndi mən nə dedim? Deyirəm ki, yapma fəaliyyəti, ona görə gətirib qoyuram. Bu 3-1-dir da, düzdürmü? Bəli. Burada olan ləvazimatların yığışdırılması 3-2-dir. Və mən görürəm ki, bəli əziz müəllimlər, mənim inkişaf sahəm dəyişməyib. İkisi də 3 rəqəm ilə başlayır. İnkişaf sahəm 3 ilə başlayır. Və bu mənə bunu göstərir ki, bəli, bu daxili olacaq. İnkişaf sahəsi daxilində olacaq və üfüqi inteqrasiya. Niyə görə üfüq oldu? Çünki niyə görə biz hər dəfə bax sual verəndə tələb edirəm ki, standartla deyin. Çünki standartla deyəndə bu sizin işinizi asanlaşır. Artıq görəcəksən rəqəm dəyişdi və görürsən ki, bəli də əsas standart dəyişib. Birində 1-dir, birində 2-dir. Çünki mən demişəm axı Şaquldə dəyişə bilməz. Bircə dənə Bəli. rəqəm belə dəyişdi, sən deyirsən ki, bu üfüqidir. Çünki Şaqulinin belə bir imkanı yoxdur. Yəni orada heç bir Dəyişdi. standart dəyişmir. Bəli. Çünki bəs nədir Şaqul inteqrasiya? Ya burada yalnız dəyişən yaş qrup olacaq. Aydındır? Məzmun köhnə bilin yada salınmasıdır. Aydındır? Bəli. Yaxşı, bu sualıma da cavab ver. Qidalar mövzusunda uşaqlar meyvə və tərəvəzləri qruplaşdırır. Deməli, qidalar mövzusunda deməli bunlar ikisi də mənim idrakdır. 2-dir standartda. Meyvələr mövzusuna məşğələ keçirsənsə, yenə də 2-1 standartıdır da, düzdürmü? Bəli. 2-1-dir. Aha, və burada olan meyvə və tərəvəzlərin qruplaşdırılması deyirəmsə, 2-3. aha, demək qrup Sadə riyazi əməliyyatları yerinə yetirir də müəllimə. Ay, sağ ol. Bu isə Burada da müəllimə yenə üfüqüdür. aha, və biz yenə deyirik ki, bəli, çünki standartın dəyişibdir, artıq rahat şəkildə deyirsən ki, üfüqüdür. Əsas sənin standartı düzgün yerində qoymağındır. Aydındır? Və qoyandan sonra məndən tələb olunanı rahat şəkildə mən qeyd edəcəm ki, bu üfüqidir, yoxsa inkişaf sahəsi arasıdır, yoxsa daxilidir. Aydındırmı? Bəli. Və mən gördüm ki, bu da inkişaf sahəsi nədir? Daxilindədir. Düzdür? Bəli, çünki öz daxilində dəyişir. Aha, indi başqa bir sual verim. Deyirəm qidalar mövzusuna məşğələ keçirsən, masada düzgün oturmaq qaydasını da öyrədirsən. Deməli, müəllimə 2-1-lə 1-2-dir. Mhm. 1-lə 1-2-dir. Deməyim, mənim özüm deyəsim. Ha, deyin. Gözləyirəm, narahat olmayın. Müəllimə. Üfüqüdür. Arasıdır yoxsa daxilidir? Müəllimə arasıdır, daxili deyil. Ay, sağ ol. Bax, indi sual fərqli də gələcək sizə. Deyəcək ki, bu hansı inteqrasiyanı soruşmayacaq. Deyəcək ki, bu hansı inkişaf sahələri arasında əlaqələnmə olub. Bəli. İndi sən mütləq sıralamanı gözləməlisən. Necə dedim mən? Qidalar mövzusunda məşğələ keçərkən uşaqlara masada düzgün oturmaq qaydasını öyrədirsən. Sıralamanı mütləq gözlə. Demək, hansı əlaqələndi? Hansı inkişaf sahələri? İdrakla fiziki. Mütləq əziz müəllimlər, sizlərdən soruşanda ki, hansı inkişaf sahələri əlaqələndi, mütləq o sıralamanı, o ardıcıllığı gözləməliyik. Oldu? Çox sağ olun müəllimə. Bu Sayənizdə qəşəng öyrənirik. siz sağ olun. Bu nüansda qeyd edim. Məsələn, deyirəm ki, qidalar mövzusunda məşğələ keçirsən, qidalar mövzusunda. Sonra dostları ilə yemək bölüşməyi öyrədirsən. Yəni vacibliyini aşırırsan. Yox, 4-1. Bax, bölüşmək hardadır? O nüansı bir dənə yadda saxlayın ki, paylaşmaq, bölüşmək 4-3-dədir. Baxın əziz müəllimlər, bu nüansda sizə qeyd edeyim. Sizə deyəndə ki, uşaq məsələn birlikdə oynayır, qrupun üzvü kimi fəaliyyət göstərir. Bu birlikdə oynamaq 4-2-dir. Amma paylaşmaqdır, bölüşməkdir, xeyirxahlıqdır, sonra özünün, yoldaşlarının hərəkətlərini qiymətləndirmək də az öncə bu nüansları qeyd edirdim sizə. Bunlar 4-3-dədir. Biz bunlara ümumi şəkildə hətta mənəvi keyfiyyətlər də deyirik. Aydındır? Mənəvi keyfiyyətlər də qeyd edirik. Yaxşı? Bu da üfüqüdür müəllimə. Bəli. Yenə də üfüqi inteqrasiyamızdır və arası oldu, daxil oldu? Bu müəllimə arası, daxili deyil. Arasıdır. Çünki biri idraki inkişaf sahəsidir, bir də sosial emosional inkişaf sahəsidir. Düzdürmü?
Yenə də Bəli. soruşa bilər ki, hansı inkişaf sahələri arasında əlaqə oldu və ardıcıllıq gözləyərək bəli. Aydındırmı? Yəni sualların necə gəlməsi bizi çaşdırmasın. Əsas diqqətimizi suala odaqlanırıq ki, bizdən nə istəyir? Artıq biz əsas vacib olan məsələ odur ki, inteqrasiyaları bir-birindən fərqləndirə bilək və onun arası və yaxud da daxil olduğunu rahat şəkildə tapacaqsınız. Yəni dediyim kimi standartları müəyyən edərək. Təşəkkür edirəm Günay müəllimə. Çox sağ olun müəllimə, var olun, sağ olun. Siz sağ olun. Səma müəlliməmizlə davam edək. Axşamınız xeyir müəllimə. Xoş gördük Necəsiz? əziz müəlliməmiz. Çox sağ olun. Təşəkkür edirəm. Siz yaxşı olun. Səma müəlliməm, siz bizə deyin. Məktəbəqədər təhsildə dedi inteqrasiya neçə növü var? 2 növ var. Şaqili inteqrasiya və üfüqi inteqrasiya. Bəli. Şaqili inteqrasiyanın məzmunu dəyişmir. Aha. Məqsəd yalnız köhnə bilik yada salınır. Aha. Yaş qrupu dəyişir orada ancaq. Aha. Amma üfüqi inteqrasiya da Aha. dəyişir. Əsas standartda, alt standartda, yaş qrupu da dəyişir. Aha, düzdür. Demək üfüqi inteqrasiya eyni yaş qrupunda olur və burada standart dəyişdi. Şaquli inteqrasiyada isə dəyişən yaş oldu, amma standart dəyişmədi. Bəli. Düzdürmü? Bəli. Aha, Bəli. sağ ol. Yaxşı. İndi siz mənə deyin müəlliməmiz. Deyirəm ki, Novruz mövzusunda məşğələ keçirsiniz. Uşaqlar səmən əkir. 2-1 və 3-1 üfüqi inteqrasiya inkişaf sahələri Bəlkə əməkdən əlaqələndirək, siz 3-1-dən əlaqələndirdiniz. Yox, əməkdir müəllimə. Ay, 3-2. sağ ol. Bəli, çünki əkirlər, becərirlər, böyüdürlər, düzdürmü? Aha, çaşdım. Birinci yaradıcılıqdır. Aha, bəli. Ona görə də biz qeyd edirik və dedik hansı inteqrasiya oldu? Üfüqi inteqrasiya. Aha, üfüqi inteqrasiya arasında. Afərin, arasındadır, doğrudur. Yaxşı, dostluq mövzusunda məşğələ keçirsiniz və uşaqlara bir-birinə oyuncaq verməyini istəyirsiniz. Dostluq mövzusunda müəllimə 4-3 Dostluq mövzusu İki və- ətraf ailə məşğələsinə keçəcəyik biz bunu. 2-1, aha. 4-3. Bir-birinə oyuncaq Üfüqi- verməsi də 4-3-dür. Sıralamanı gözləyək. Hansı inteqrasiya oldu? Üfüqi inteqrasiya arasında. Üfüqi inteqrasiyanın inkişaf sahəsi arasında. Məs Ha, desəydim ki, dostluq mövzusunda məşğələ keçirsiniz, dostluq haqqında qısa cümlə qurmağı uşaqlara tapşırırsınız. 2-1-lə 2-2. 2-1-lə 2-2. Afərin. Çünki bax bu cümlə qurmaqdır. Deyirdik ki, 3 və 4 sözdən ibarət uşaqlar cümlələr qurur. Düzdür? Bəli. Savad təlim məşğələsinə aiddir da. Bəli, bax bu da 2-2 standartına yer alırdı. Burada da müəllimə üfüqi inteqrasiya inkişaf sahəsi daxilində. Ay, sağ ol. İnkişaf sahəsi daxilində. Bəli. Düzdür. Ev heyvanları mövzusunda deyirəm ki, məşğələ keçirsiniz və pişiklərin şəklini çəkməyə tapşırırsınız. Müəllimə 2-1 və 3 Aha. 1. Böyle şəkil Üç çəkmək bir. 3-1-dür də, bəli. Bəli. Ay, sağ ol. 3-1 bir də ki üfüqi inteqrasiya Aha. inkişaf sahəsi arasında. İnkişaf sahəsi. Bəs desəydim ev heyvanları mövzusunu keçirsən, sonra uşaqlar birlikdə belə deyək, pişik və siçan oyunu oynayırlar. 2-1 Hı. oyun oynayırlarsa Aha. o da müəllimə Hı. Oynamaq hardaydı? Oynamaq, birlikdə oynamaq. 4-2. Ay, sağ ol. 4 Bəli. 4-2-də. O cümlədə ki, birlikdə oynamaq varsa, bəli, 4-2 standartında yer alır. Və bu da nə oldu? Hansı Üfüqi inteqrasiya? inteqrasiya inkişaf sahəsi arasında. Bəli. Desəydim ki, müəllim kənd həyatı mövzusunda məşğələ keçərkən
əvvəl keçirilən heyvanlar və bitkilər mövzusunu uşaqlara xatırladır. Bu şagird inteqrasiyadır müəllimə. Ay, sağ ol. Açar sözləri nə oldu? Hardan bildik? Köhnə biliklərin yada Deyirəm salınması. ki, bax, kənd həyatı mövzusunu izah edərkən əvvəl keçirilən, bax, görsən açar sözün bilirsiniz nə oldu? Situasiyanın fərqi yoxdur. Mənə situasiya çaşdıra bilər mənə. Böyük, bax, müəllimlər deyir, ay müəllimə, böyük həcmli cümlələrdən ibarət ol. Nə olsun ki? Açar sözün var da burada. Əvvəlki keçirənləri yada salmaq, düzdürmü? Əvvəl keçirilən varsa, demək ki, bu məzmun dəyişməyib də, eynidir. Sadəcə xatırlama olunub, düzdür? Bu da şagird inteqrasiyadır. Bəli. Aha, yaxşı. Deyirəm ki, müəlliməm, su dövranı mövzusunda məşğələ keçərkən əvvəlki su və təbiət hadisələri məşğələsini xatırladırsınız. O da şagird Ay, sağ ol. inteqrasiyadır. Düzdür. Məşğələdə Varislik prinsipidir də müəllimə. Bəli, ay, sağ ol. Məşğələdə ailə mövzusunda uşaqlara ailə üzvlərinin şəklini çəkdirsiniz. Şəkil çəkdirmək 3-2. Sıralamanı gözlə. İlk Ailəmiz başda. mövzusunda məşğələ 2-də keçərkən 2-1 Aha. və 3-1. Odakı üfüqi inteqrasiya inkişaf sahələri arasında. amma desəydim ki, ailəmiz mövzusunda məşğələ keçərkən uşaqlar ailə roluna girir. O 2-1-lə 3 Aha. 1. 3-1. Çünki rola girməyi biz 3-1 götürmüşdük də, oradakı Bəli, yaradıcılıq idi, yaradıcılıq. düzdürmü? Bəli. Hətta Bəli. əzməmlər, imitasiyalar da deyə bilərsiniz də, təqlidlər də deyə bilərsiniz, fərqi yoxdur. Bunlar hamısı yaradıcılıqda 3-1 standartında yer alır ki, nəzərimizdə saxlayaq. O Son da üfüqi Aha. inteqrasiyadır, inkişaf sahəsi arasında. İnkişaf sahəsi arasındadır. Bəs desəydim ay müəllimə, yay fəsli mövzusunda məşğələ keçirsən, uşaqlar günəşin şəklini çəkirlər. 2-1-lə müəllimə 3-1, o da üfüqi inteqrasiya, inkişaf sahəsi arasında. İnkişaf sahəsi arasında oldu, düzdür. Yaxşı. İndi belə bir sual verim sizə. Tutaq ki, ətraf aləm məşğələsindəsiz, düzdürmü? İnteqrasiyanızı necə edək ki, bax o inkişaf sahəsi, deyirəm, daxilində olsun. Ətraf aləm məşğələsində isə bu 2-1-dir müəllimə. Hı -hı. İdraksa ya 2-3, 2-2, 2-3 də götürə bilərəm, daxilində Aha. olsun. Demək, mən məzmunu, yəni deyirəm ki, imtahanda da belə bir sual düşmüşdü. Demək, mən variantlara baxanda məzmun etibarilə elə etməliyəm ki, onun daxili olması üçün eyni inkişaf sahəsi olsun. Bunu yadda saxlayın. Aydındır? Bəli. Eyni. Bəli. Çünki fərqli inkişaf sahəsinin məzmunu olsa, artıq o arası olacaq. Mən daxilini tapmalıyam. Düzdür? Və yaxud da deyə bilər ki, tərbiyəçi müəllim fiziki mədəniyyət məşğələsindədir və uşaqlar burada məsələn tutaq müəyyən fiziki hərəkətləri yerinə yetirən zaman aşağıdakı fəaliyyətlərə yönəldi. Və bu hansı fəaliyyətə yönəltsə, tutaq ki, arası olar. Və sən artıq bilməlisən ki, orada sənə variantlarda məsələn 4 variantda daxiliyə aid situasiya verəcək, bir variantda arası olacaq. Arası olmaq üçün məsələn az öncə deyirdim, tutaq ki, fiziki hərəkətləri yerinə yetirdikdən sonra məsələn idman avadanlıqlarının yığışdırılması üzrə tapşırığın verilməsi, düzdür? Bəli. Sən artıq bildin ki, Əməyə bağlandı artıq o. Bəli. 3-2. Bəli. Bu artıq yenə də deyirik ki, fiziki inkişaf sağlamlıq və təhlükəsizlik estetik yaradıcı inkişaf sahəsi əlaqələndirilir. Düzdür? Və ona görə də nə Bəli. deyirik? Bu inkişaf sahəsi arasındadır. Düzdür? Bəli. Və bu üfüqi inteqrasiyadır. Doğrudurmu? Bəli. Yaxşı. Deyirəm, eyni qrup daxilində 3-1-1 standartını 4-1-1 standartı ilə əlaqələndirsək, necə inteqrasiya etmiş olarıq? Eyni qrup daxilində Hı -hı. 3-1-lə Bəli. 4-1. 1-1. Aha. Açar sözümü verdim ha sənə. Eyni qrup Eyni daxilində Eyni qrup. 3-1-1, Eyni qrup. 4-1-1. Bax, az öncə özünüz sizə sual cavaba başlamamışdan əvvəl mənə onu qeyd elədiniz ki, ay müəllimə, eyni qrup olsa hansı inteqrasiya idi? Açar sözlərimizdən biridir də. Hansı inteqrasiyadır?
Əgər cümlədə Eyni eyni varsa, hansı idi? daxil eynidirsə, Aha. Eyni yaş sözü qrupu üfüqi inteqrasiyadır. dəyişmir. Yox, qulaq as, mən özünüzü çaşdırmayın. Deyirəm, eyni qrup daxilində. Cümlədə eyni sözü də sənə yol göstərir ki, bu üfüqüdür. Çünki şaquli inteqrasiyada eyni sözü demirəm axı. Şaquli axı Aha, müxtəlifdir. Eyni qrup olan hansıdır? Üfüqü. Üfüqü, Axı mənə bəli. dediniz axı ki, bax ilk başlayanda dediniz ki, ay müəllimə, yaş qrupu dəyişirsə bu şaqulidir. Dediniz, düzdür? Bəli, bəli. Ay sağ. Bəli, bəli. Ona görə də bax, Üfüqdə. situasiyalarda açar sözlərinizdən biri olsun. Bax, eyni Hı hı. sözü varsa, eyni qrup daxilində ki, baxın heç tutaq ki, rəqəmlər vermir, bax belə bir sual verirsə, eyni qrup daxilindəki standartlar əlaqələndirilir. Əgər bu cümlədə eyni sözü deyir də, düzdür? Bəli. Ay sağ ol. Onun üçün Üfüqi ay inteqrasiya. sağ ol. Bu olacaq üfüqi inteqrasiya. Və sonra yaxşı eyni sözünü yada sala bilmədik. Mən nə dedim? Dedim ki 3 1-1-lə 4 1-1-i əlaqələndirir. Düzdürmü? Sən artıq gördün ki, burada bir dənə rəqəm dəyişib də. Biri 3 1-1-dir, biri 4 1-1-dir. Və mən dedim ki, şaquli inteqrasiya yenə də belə bir imkanı yoxdur. Düzdürmü? Şaquli inteqrasiyada heç bir standart dəyişmir. Elə dedik də, düzdür? Bəli, bəli. Ay sağ ol. Amma üfüqi inteqrasiyada isə bir rəqəm belə dəyişsə, biz artıq deyirik ki, bəli, bu üfüqi inteqrasiyadır. Aydın oldu yoxsa yox? Bəli, bəli. Aha. Bax indi yenə də göstərim onu sizə ki, az öncə də onu qeyd elədim ki, niyə? Baxın burada diqqət etsəz yenə də deyirəm. Baxın məzmun eyni gedir. 1-2 yaş, 2-3 yaş, 3-4, 4-5, 5-6 yaşa baxanda, baxın burada 1-1-3-də topu döşəmə üzərinə deyirlədir. 2-3 yaşda topu ayağı ilə vurur. 3-4 yaşda topu, baxın, artıq başı üzərindən atır. 4-5 yaşda müxtəlif üsullarla atıb tutur. 5-6 yaşda artıq hədəfə atır. Nə dəyişdi burada? Məzmun dəyişdi də. Düzdürmü? Yəni məzmun dəyişdiyini çətinləşdi, sadədən mürəkkəbə. Amma məzmun etibarilə söhbət topdan gedirdi də. Yəni burada hoppanmadı, tullanmadı, hansı fiziki hərəkətləri icra etmədi, düzdürmü? Məzmun topdan ibarət oldu. Sadəcə burada mürəkkəbləşdi, sadədən mürəkkəbə. Və siz tutaq ki, böyük qrupdasınız, 4-5 yaşda, topu baxın müxtəlif üsullarla atıb tutur. Amma orta qrupda siz artıq bunu başı üzərinə tuturdu uşaq, düzdür? Bax, o mövzunu yeni mövzuya keçməmişdən əvvəl orta qrupda keçiriləni yada salırıq ki, məsələn, görüm uşaq topu tuta bilirmi? Düzdürmü? Çünki 4-5 yaşda axı müxtəlif üsullarla tutacaq. Həm əli ilə tutacaq, həm ayağı ilə tutacaq, həm başı ilə tutacaq. Başa düşdünüz nə demək istədim? Bəli, bəli. Ay, sağ ol. Əvvəl yada salırıq. Ona görə də deyirik ki, əziz müəllimlər, şaquli inteqrasiyada baxın, burada standart dəyişmir. Baxın, dəyişmir. Dəyişən nədir? Yaş qrupu. Doğrudan da yaş qrupu dəyişdi. Və məzmun olduğu kimi qaldı. Yəni deyirəm, elə bil ki, məktəbə hazırlıq qrupunda 10 dairəsində riyazi əməliyyatları yerinə yetirirsiniz və böyük qrupda keçirilən 5 dairəsindəki tapşırıqları yada salırsınız. Aydındır. Yada salırıq, sonra isə yeni mövzunuza keçid edirsiniz. Oldu mu? Bu bizim olur şaquli inteqrasiyamız. Amma üfüqdə isə məzmun dəyişir. Yəni bir rəqəm belə dəyişəndə görürsüz üfüqüdür. Bunu niyə dedik? Yenə də baxın, bunu sübut edə bilərik. Baxın topu 1-1-3-də, baxın 1-1-2, 1-1-3. Yalnız bir dənə rəqəm dəyişib. Burada alt standartlar dəyişib. Topda 1-1-3 məzmun topdursa, 1-1-2-də isə yenə də tullanmaqdır. Gimnastik skamyakadan tullanır. Düzdür? Gördünüzmü? Dəyişdi məzmun. Məzmun dəyişdisə, əziz müəllimlər. Yəni o rəqəmin bir dənəsinin belə dəyişməsi sizə yol göstərir. Ona görə deyirəm ki, gördünüz ki, baxın, məzmunu sizə deyəndə niyə görə biz standart ilə tapırıq? Çünki standart ilə tapanda artıq bilirik ki, rəqəm dəyişdi də burada. Dəyişibsə, bu üfüqi inteqrasiyadır. Aydındır? Bəli. Amma şaquli inteqrasiyaya diqqət etdiniz, dəyişmədi standart. Standartın belə bir imkanı olmadı. Aydındırmı? Yalnız
demək, üfüqi inteqrasiyona görə dedik ki, eyni yaş qrupu üzrə olur və müxtəlif inkişaf sahəsi, əsas standart, alt standartlar arasında olur. Şaquli inteqrasiya isə fərqli yaş qrupları, düzdürmü? Və standartlar eyni qalır. Aydın oldu? Bəli. Qaranlıq qala məqam olmadı. Yox, müəllimə. Çox gözəl. Çox sağ olun. Təşəkkür edirəm o zaman sizə də. Çox sağ olun. Sağ olun, çox sağ olun. Sağ olun. Davam edək Sübhanə müəlliməmizlə. Salam müəllimə, axşamınız xeyir olsun. Xoş gördük. Bayramınız mübarək olsun. Çox sağ olun. Təşəkkür edirəm sizinlə bahəm inşallah. Demək əziz müəlliməmiz, dedik məktəbə qədər təhsildə inteqrasiyanın neçə növü oldu? İnteqrasiyanın iki növü oldu. Şaqili inteqrasiya və üfüqi inteqrasiya. Bəli, doğrudur. Hansı inteqrasiya eyni yaş qrupu arasında oldu? Eyni yaş qrupu. Eyni yaş arasında üfüqi inteqrasiyadır. Amma yaş qruplar arasında. Şaqili inteqrasiya. Bəli, doğrudur. Şaquli inteqrasiyamızdır. Yaxşı. İndi gəlin keçək situasiyalarımıza. Deyirəm ki, müəllim sağlam qida mövzusunda məşğələ keçir. Və bu zaman meyvə salatı düzəldirlər. Bu 2-1 ilə 3-2-dir. Aha. Üfüqi inteqrasiyadır. Hı Məşğələlər şeydir. Yox, məşğələ arası demək. Bu üfüqi ya şaquli olacaq. Nədir bu? Üfüqi. Üfüqüdür. Yaxşı. Sağlam qida mövzusunda məşğələ keçirsiniz. Uşaqlara sevimli meyvəsinin şəklini çəkməyini istəyirsiniz. Bu da üfüqdir müəllimə. Yenə də necə oldu? Deyin Bu mənə. 2-1 ilə 3-1. Bəli, 2-1 və 3-1 standartları əlaqələnib və bu dedik ki, üfüqi inteqrasiyanın inkişaf sahəsi Daxilində. arasında. Arasında. Axı biri sağlam qida. Arasında bəlmə. Ayrı-ayrı arasında bəlmə. Bəli. Yenə də deyirəm, sağlam qida mövzusuna keçirsən, uşaqlara bax meyvələri dostları ilə paylaşmağı öyrədirsən. Bu 2-1 ilə 4-3-dür. Hı. 4-3-dür. Bu da üfüqi inteqrasiyadır. Bu da arasındadır. Və arasındadır. Mətbəx əşyaları mövzusunda məşğələ keçirsən. Və uşaqlar qablardan şəkil çəkirlər. 2-1 ilə 3-1-dir. Bu üfüqi inteqrasiya və daxilində. Arasında. Arasında. Bəli, düzdür. Müəllim yanğın təhlükəsizliyi mövzusunu keçərkən əvvəlki məşğələdə öyrənilən təhlükəsizlik qaydaları mövzusuna istinad edir. Bu şaquli inteqrasiyadır. Ay, sağ ol. Çünki açar sözü nə oldu? Əvvəlki məşğələdə öyrənənləri yada salır. Düzdür? Bəli, müəllimə. Ətraf mühitin qorunması mövzusunda məşğələ keçirsən və tullantıları sayıb ayırmağı uşaqlara tapşırırsan. Bu 2-1 ilə 2-3-dür. Üfüqi inteqrasiyadır arasında. Aha. Bəs ətraf mühitin qorunması mövzusunu keçsən, uşaqlara tullantıları toplamağı tapşırsan. Nəyi tapşırsan müəllimə? Tullantıları yığsınlar. Yenə deyirəm, ətraf mühitin qorunması mövzusunda məşğələ keçirsən və tullantıları yığmağı tapşırırsan. Müəllimə, bu 2-1 ilə 3-2-dir. Üfüqi inteqrasiya və daxili arasında. Aha. Və yaxud da belə də deyə bilərdik. Ətraf mühitin qorunması mövzusunda məsələn uşaqlara məşğələ keçirsən, uşaqlar dostları ilə birlikdə təmizlik aksiyası oyunu oynayırlar. Müəllimə, bu 2-1 ilə 4-2-dir. Üfüqi inteqrasiya arasında. Arasında, düzdür. Və desəydim ki, müəlliməmiz yeni il mövzusunda uşaqlar yolka bəzəyir. Məşğələ. Yeni il mövzusunda məşğələ keçirsənsə, uşaqlar bu mövzu üzrə yolka bəzəyirlərsə, bu 2-1-dir. Sıralamanı deyin. 2-1 ilə yolka bəzəməsi isə
3-1. 2-1 ilə 3-1-dir. Üfüqi inteqrasiya daxilində arasında. Aha, və arasındadır. Uşaqların ünsiyyətə girərkən nitq etiketləri istifadə edilməsi üzrə tapşırığın verilməsi. Ünsiyyətə girərkən 4-2-dir. Nitq etiketləri 2-2-dir. Ünsiyyətə girmək niyə 4-2 olsun ki? Ünsiyyətə girmək 4-1-dir. 4-1 üzr istəyirəm Məmməd. Aha. 4-1 ilə Aha. sosial emosional idrakın 2-2-sidir. Aha. Üfüqüdür arasındadır. Aha, bəli. Demək, ünsiyyətə girmək dediyi əziz müəllimimiz 4-1 oldu. Nitq etiketləri üzrə tapşırığının verilməsi 2-2-dir. Düzdür? Ona görə də biz dedik ki, tərbiyəçi müəllim sosial emosionalla idraki inkişaf sahəsini əlaqələndirib. Düzdürmü? Ardıcılığı gözləyirik. Aha, yaxşı. Tərbiyəçi müəllim təsvir fəaliyyət məşğələsi zamanı uşaqlara yaz fəsli üzrə məlumat verdi. Sonra yaz fəslində təbiətin gözəl görünüşünü belə çəkməyi tapşırdı. 3-1 ilə 2-1 ilə 3-2. İdrakla estetik yaradıcı, üfüqi inteqrasiya arasında. Bir dənə mənə də görün burada hansı məşğələlər əlaqələndirilib? Burada təsviri fəaliyyət Təsviri fəaliyyəti birinci dedim. Ne dedim? Təsviri fəaliyyət məşğələsindədir. Düzdürmü? Və bu zaman mövzun da yaz fəslidir və bu haqqda əvvəl məlumat verir, sonra yaz fəsli təbiətin gözəl görünüşü haqqında şəkil çəkməyi tapşırır. Demək, tərbiyəçi nə edib? Estetik yaradıcı inkişaf sahəsini idraki inkişafla əlaqələndirir, düzdürmü? Şəkil çəkmə onsuz da estetik idi, elə deyildi. Bəli, mənim. Ay, sağ ol. Ona görə də hansı inteqrasiya oldu bu? Bu eyni yaş şaguli. Üfüqi olmadı. Dedim mən elə bildim səsi. Üfüqüdür, yox, üfüqüdür. Üfüqi inteqrasiya, inkişaf sahəsi arası yoxsa daxili? Daxili müəllimə. Arası, üzr istəyirəm, uşaq daxili müəllimə. Bax, dedim ki, təsviri fəaliyyət məşğələsindəsən, yaz fəsli mövzusuna keçdin. Təsviri fəaliyyət məşğələsi 3-1-dir. Və bu haqqda da məlumat vermisənsə, əlaqələndirmisən 2-1-lə. Demək, necə oldu bu? 3-1-lə 2-1-in əlaqələndirilməsi üfüqi inteqrasiyadır deyirsən. Və bu arasıdır. Yaxşı, qarışdırmadan gedirik. Həndəsi fiqurlar mövzusunda məşğələ keçirik. Və həndəsi fiqurlar mövzusunu keçərkən ətrafda olan obyektlərlə əlaqələndirmə üzrə tapşırıq verirsən. 2-3 ilə 2-1-dir, üfüqi inteqrasiyadır, arasındadır. Bəs arası yoxsa daxili? 2-3-dən 2-1 dedin, amma arası dedim mən. Daxili müəllimə, daxili. Tələsməyin. Tərbiyəçi müəllim bədii təfəkkür məşğələsində kələm yarpağı mövzusunu keçir və uşaqlar burada dovşanın, siçanın, tutaq ki, qurbağanın hərəkətlərini təqlid edir, imitasiya edirlər. İmitasiya etməyə təqlid Sıralamanı gözləginə. Bədii təfəkkür məşğələsində kələm yarpağı nağılını danışırsan və uşaqlar burada dovşanın, siçanın, qurbağanın hərəkətlərini imitasiya edir, təqlid edir. Sıralamanı mütləq gözləyək. 2-1 ilə 3-1-dir, müəllimə, üfüqi inteqrasiyadır. Bədii təfəkkür məşğələsi niyə 2-1 olsun ki? Harada nağıl məşğələsi hansı standartda yer alır? 2-1 standartında ətraf aləm məşğələsi yer alır. Bədii təfəkkür məşğələsi 2-2 standartında yer alır. Riyaziyyat məşğələsi 2-3-də yer alır. Düzdürmü? Bəli, müəllimə. 2-2 ilə 3-1-dir, üfüqüdür və arasında. Və arasındadır. Bəli. Çünki biz qeyd elədik ki, baxın, inkişaf sahələri arasında oldu. Düzdür? Bəli, müəllimə. Uşaqların fiziki mədəniyyət məşğələsində cəsurluq, özünün və yoldaşlarının hərəkətlərini qiymətləndirmək bacarıqlarının formalaşdırılması. Burada müəllimə 1-1-dir. Aha. Cəsurluq. Aha, cəsurluq, yoldaşlıq. Harda qeyd eləyirdik? Sosial emosionalda 4-2. 4-2 yox. 4-3-də. Az öncə də onu qeyd elədim ki, bəli, özünü, yoldaşlarının hərəkətlərini qiymətləndirmək 4-3 standartında yer alır. Aydındır? Bəli, müəllimə 1-1 ilə 4-3 üfüqi və daxilində. Üfüqi inteqrasiyanın
İnkişaf sahəsi qarışdırırsınız, arası daxili məsələsi. Arasıdır. Yenə də qeyd edirəm əziz müəllimlər. Əgər biz görürüksə, fərqli inkişaf sahələridirsə, bu arasıdır, daxili deyil. Bax, indi nə dedim? Tutaq ki, uşaqlar fiziki hərəkətləri yerinə yetirir. Fiziki hərəkətləri yerinə yetirmək fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik inkişaf sahəsində yer alır. Düzdürmü? Və dedim ki, bu zaman uşaqlara özünün, yoldaşlarının hərəkətlərini qiymətləndirmə üzrə tapşırığın verilməsi. Bu isə gedir sosiala. 4-3, düzdür? Demək, axı burada inkişaf sahələri dəyişib. Dəyişibsə demək nədir bu? Arasıdır. Hansı inteqrasiyadır? Üfüqü. Çünki mən sizə dedim ki, şaquli inteqrasiyanın belə bir imkanı yoxdur. Şaquli inteqrasiya yalnız köhnə bilin yada salınmasıdır. Aydındır? Ay, sağ ol. İnkişaf sahəsi daxilində dedikdə isə eyni inkişaf sahəsi olacaq. Yəni, başqasından kömək istəmir. Özünün daxilində olan əsas standartların əlaqələnməsidir. Məsələn, quraşdırma fəaliyyətindən sonra burada olan konstruktorların yığışdırılmasını uşaqlara tapşırırsan. Bəli, mən əslində başa düşmüşəm. Quraşdırma fəaliyyəti 3-1-dir. Düzdürmü? Çünki təsirli fəaliyyət məşğələləri, rəsm, aplikasiya, yapma, quraşdırma məşğələləri əziz müəllimlər 3-1 standartına yer alır. Və mən deyirəm ki, indi bax, tutaq ki, fəaliyyəti icra etdikdən sonra burada olan konstruktorları yığışdırmağı tapşırdıq. Yığışdırmaq nə mahiyyəti daşıyır? Əməkdir də, bu düzdür. Bu da 3-2-dir. Diqqət etdinizmi? İnkişaf sahəsi dəyişmədi. Özünün biri 3-1 oldu, bir də 3-2 oldu. Düzdür? Elə dedik də. Onda hansı inteqrasiya oldu? Yenə də üfüqi inteqrasiyanın inkişaf sahəsi daxilində. Aydın oldu müəlliməmiz? Bəli. Qaranlıq qala məqam olmadı. Xeyr, mən kaş biləydim. Mən bu dərsə necə qoşulmuşam. Deməli, şəkərbura xəmirin balaca oğlum gedir, götürür. Elə dərsə qoşum, ona görə qarışdırdım. Bərəkətli olsun. Rahat olun. Çox sağ olun. Çox sağ olun. Afət müəlliməmiz. Afət müəlliməmiz buradasa səsini açsın zəhmət olmasın. Axşamınız xeyir Könül müəllimə. Xoş gördük müəlliməmiz. Biraz da Könül müəllimə bilmirəm necə cavab verəcəm. Həm bugün uşaqların bayramı olub, həm də evə inansın gec gəlmişəm. Ona görə sual verin görək nə cavab verəcəm. Demək, burada inteqrasiya neçə növü var? Deməli, məktəbə qədər təhsilin inteqrasiyanın 2 növü var. Şaquli inteqrasiya, üfüqi inteqrasiya. Bəli. Hansı inteqrasiya dedik yaş qrupları arasında olur? Yaş qrupları eyni müəllimə. Mən deyirəm yaş qrupları arasında olan hansıdır? Şaquli inteqrasiya. Amma eyni yaş qrupu. O üfüqi inteqrasiyadır. Səs 2 dəfə eşidilir. Deyirəm ki, tərbiyəçi müəllim uşaqları gəzintiyə çıxaran zaman sırayla əkilmiş ağacları saymağı tapşırır. Saymağı. Burada müəllimə 2-1-lə 2-1, bir də 2-3. Deməli, burada inteqrasiyanın daxili inteqrasiya, inkişaf sahəsinin daxili inteqrasiyasıdır. Bilmirəm, düzmü dedim. Demək, 2-1-lə 2-3-dür da. İnkişaf sahəsi dəyişmir ki. Düzdürmü? Eynidir da. Eynidir, ona görə daxili arasındadır. Bəli. Daxili arasında. Deyirəm ki, tərbiyəçi payız mövzusunu keçərkən uşaqlara rəsm çəkir. Belə deyək də, payız rəsmi çəkdirir. Faiz fəsidir. Deməli, burada 2-1-dir, 3-1-dir. Amma burada deməli, üfüqi inteqrasiyanın inkişaf sahəsi arasındadır. Afərin. Amma desəydin ki, payız mövzusunu keçərkən yarpaqları saymağı tapşırır. Burada saymaq yenə də 2-1, 2-3-dür. Deməli, üfüqi inteqrasiyanın daxili arasındadır. Daxili. Bəs desəydin müəlliməmiz, müəllim yeni mövzuya başlamazdan əvvəl uşaqlara keçən məşğələdə öyrəndiklərini xatırladır. Burada xatırladır.
xatırlatmaq var ki, keçmiş mövzunu xatırlatmaq da şagül inteqrasiyadır. Aha. Deyirəm ki, müəllim uşaqlara heyvan mövzusunu hekayə danışır. Burada danışır. Aha, sonra isə plastilindən heyvan düzəldir. Deməli, danışmaq varsa bədii təvəkkül, hardıq bədii təvəkkülün 2-dir, bir də 3-1. İnteqrasiya, üfüqi inteqrasiyanın inkişaf sahələri arasındadır. Deyirəm ki, tərbiyəçi fiziki hərəkətləri musiqi sədaları altına etdirir. Orada deməli musiqi sədaları arasında olursa, deməli 1-1, bir də hardasa 3-1-dir. Bəli, musiqi 3-1-dir da. Biz təsirli fəaliyyət məşğələlərini və musiqi məşğələsi 3-1 standartında. 3-1-dir. Deməli burada üfüqi inteqrasiyanın inkişaf sahələri arasındadır. Müəllim qış mövzusunda məşğələ keçir. Və uşaqlar belə deyək də, qar dənələrini sayırlar. Yenə də burada deməli 2-1, 2-2, deməli 2-1-2-2 yox, 2-1-2-3. Hə də 2-1, 2-3 deməli də daxili inteqrasiya, üfüqi inteqrasiyanın daxili inkişaf sahələrinin daxili arasında. Daxili. Meyvələr mövzusunda uşaqlara meyvələri tanıdırsınız. Sonra rənglərini görə qruplaşdırmaq istəyirsiniz. Rənglərinə görə burada da yenə 2-1, bir də 3-1. Üfüqi inteqrasiyanın inkişaf sahələri arasında. 2-1-2-3. Bəli. Meyvələrdir. 2-1, qruplaşdırmaq isə 2-3-dür. 2-3-dürsə, onda burada müəllimə üfüqi inteqrasiyanın daxili. Yox, niyə görə 2-3 oldu? Axı qruplaşdırmaq deyil. O 2-3. Aha, riyaziyyat məşğələsidir. Rənglərin qruplaşdırılması. Yəni meyvələri rənginə görə qruplaşdırırsınız da. 3-1-dən müəllimə, 3-1-dən 2-3. Yox, siz niyə qarışdırırsınız? Müəllim meyvələr mövzusuna məşğələ keçir. Bu 2-1-dir. Bunu belə yadda saxlayın. Və mən sizə sual verəndə, dəftər də olsa yanınızda yaxşı olar yazın. Sonra deyirəm ki, bu meyvələri rənginə görə qruplaşdırın. Rənginə görə qruplaşdırırsa, Meyvələri qruplaşdırır da. Bu da riyaziyyatdır da. 2-3. Mən elə dedim. Birinci elə demişdim. Mən elə bir 3-2 dediniz mənə. Yox, dedim 2-1 və 2-3. Ona görə mən də... Ay, 2-3 düzdür. Demişsizsə də düzdür. Yox, mən birinci elə dedim. Ona görə çaşdım. Birinci dedim, hətta dedim ki, üfüqi inteqrasiyanın daxilidir dedim. Aha, elə demişsizsə düz demişsiniz. Yox, bəli, mən elə demişəm. 2-1. Yaxşı. İndi deyirəm ki, müəlliməmiz, tərbiyyəçi fiziki hərəkətləri, belə deyək də, yerinə yetirərkən, həmin o fiziki edilən fiziki hərəkətlər saymağı uşağa tapşırır. Burada yenə 1-1-dir, yenə 2-3-dür. Bəli. 2-3-dür. Burada da üfüqi inteqrasiyanın inkişaf sahələri arasındadır. Bəs yaz mövzusunda məşğələ keçsən, uşaqlar burada yaz haqqında mahnı oxuyurlar. Aha. O hansı inteqrasiya? Bu mahnı oxuyurlar eləmi müəllimə? Bəli. Mahnı 3-1-dir, sonra yəni... Baxın, sıralamanı gözlə, yaz mövzusuna məşğələ keçirsən. 2-1, burada yaz mahnısı oxuyurlarsa... 3-1-dir. Burada yenə də 3-1. Deməli 2-1-lə 3-1 hardasa üfüqi inteqrasiyanın inkişaf sahələri arasındadır. Bəs desəydin müəllimə, uşaqlarla birlikdə meyvələri müşahidə edirlər, sonra plastilinə meyvə düzəldirlər. Yenə də burada 2-1, 3-1-dir. Üfüqi inteqrasiyanın inkişaf sahələri arasında. Deyirəm ki, eyni qrup daxilində 2-1-1 standartının 3-1-1 standartı ilə əlaqələndirsəm, necə inteqrasiya etmiş olaraq?
Necə müəllimə bir də deyin. Eyni 2-1-1 standartını standartını 3-1-1 standartı ilə əlaqələndirsək, necə inteqrasiya etmiş olarıq? Burada hardasa mənim üfüqi inteqrasiyadır. Üfüqi inteqrasiya. Əlbəttə ki. Çünki sən görürsən ki, həm burada rəqəm standartlar dəyişdi. Düzdürmü? Yaş qrupları dəyişilmir. Yaş qrupları Bəli, dəyişilmir. həm də eyni qrup daxilində dedim. Amma Düzdür. şagirdə ya inkişaf sahələri dəyişmir, yaş qrupları dəyişilir. Aha. Demək dedik şagirdə inteqrasiyada və dəyişən yalnız məzmundur. Bəli, yalnız Məsələn, bir məşğələdə əvvəlki mövzunu xatırladırıqsa, yəni şagirdə bəli, inteqrasiyadır. bu şagirdə inteqrasiyadır. Düzdür, əziz müəllimimiz. Təşəkkür edirəm sizə də. Çox sağ olun. Çox sağ olun. Sonra Gülnar müəlliməmiz. Gülnar müəlliməmiz burdadır. Axşamınız xeyir müəllimə. Xoş gördük, Necəsiniz? əziz müəlliməm. Çox sağ olun. Siz necəsiniz? Biraz üstünüzə sağlıq. Başım ağrıyır. Bu qədər. Təşəkkür edirəm hər birinizə. İnşallah gələn dərsdə mən sizə yeni mövzu verməyəcəm. Gələn dərsdə həm inkişaf sahələrini, həm inteqrasiya mövzumuzu üzərindən bir də keçəcək ki, möhkəmləndirmək üçün hətta bu mövzumuza aid sizi sınaqda yönləndirəcəm. Gələn dərs həm o sınağa baxacağıq biz sizinlə, eyni zamanda bu inteqrasiya aid də testlər göndərəcəm. Qrupda da ki, yazışmalarınızı atacağım ki, testi yazandan sonra hər kəs yazdığı testi qrupa atar, daha sonra isə mən doğru cavabları yönəldəcəm. Hər birinizə təşəkkür edirəm. İnşallah ki, inteqrasiya mövzumuz hər biriniz üçün aydın olmuşdur. Sağ olun, inşallah növbəti dərs görüşərik. Sağ olun.